Müşahidə bacarığı olmalıdır müəllimin, dinləmə bacarığı olmalıdır, yerində müdaxilə etmə bacarığı olmalıdır, bir də planlaşması olmalıdır da müəllimə. Aha, yaxşı, bax əl qaldıraraq yenə də ki, hamı cavab verə bilsin. Mən burada hər kəsi dindirə bilim də, belə deyək. Yaxşı, dinləmək bacarığı deyəndə nə nəzərdə tutulur? Müəllimdə dinləmək bacarığı nədir? Nə nəzərdə tutulur? Dinləmək bacarığı nədir müəllimlər? Müəllim, burada deməli müəllim yalnız şagirdi eşitmək üçün yəni cavab almır da ondan. Eyni Aha, zamanda onun hansı nəyə necə cavab verəcəyini də öyrənmək istəyir. aha. Deməli, şagirdi dinləmək, onları müəyyən prosesdə işləyən zamanda belə deyək ki, nə etməkdir? Nəyi öyrənib öyrənmədiklərini müəyyənləşdirməkdir. Yəni şagirdləri sonacan dinləmək lazımdır. Yalnız şagirdlərə düzgün cavab verməkdən ötürü deyil, onların cavablarını sona qədər dinləmək lazımdır ki, görən bu uşaq nə qədər bilir. Hansı ətraflardadır. Yaxşı müəllimlər, müəllimin o deyir, məqamında düzgün müdaxilə etmək bacarığı. Bunu deyəndə nə nəzərdə tutur? Nə başa düşülür? Kim deyər? Məqamında düzgün müdaxilə etmək bacarığı. Nə deməkdir? Hə, buyur Ürfanə müəllimə. Məqamında müdaxilə etmə bacarığı, bura həm rəy daxildir, bir də ki, məsəl üçün uşaqlar arasında mübahisə də ola bilər də, yəni sinifdə. Rəy deyəndə, yəni anında yerində vermək lazımdır rəyi. Sonra məsəl üçün 1-2 dərs sonra bu dərsin rəyini 1-2 dərs sonra vermək lazım deyil. Bu vaxtında edilməmiş olar da o zaman. Bir də belə başa düşmüşəm mən. Bir də məsəl üçün uşaqlar arasında şəxsi aralarında mübahisələr olur. Onu anında müdaxilə etmək lazımdır da. Yəni onlar sinifin qaydasını belə poza bilərlər də. Yəni aralarındakı mübahisə ilə. Aha. Burada bəli, şagirdlərə düzgün müdaxilə edə bilərsiniz. Burada şagirdləri yönəltməkdir. Şagirdlərin fəaliyyətini yönəltməkdir əsasən. Məsələn, tutalım ki, qrup işi vermisiniz uşaqlara, müzakirə aparırlar və müzakirə zamanı görürsüz ki, uşaqlardan biri, yəni başlanğıcı qoya bilmir, hardan başlaya biləcəyini bilmir. Və bu zaman, deməli, nə etmək lazımdır ki, müəllim, məsələn, şagirdi oturub gözləməlidirmi, yoxsa şagirdə yaxınlaşıb nəsə bir mənbə göstərməlidir, nə deməlidir, nə etməlidir? Müəllim yaxınlaşıb mənbə göstərməlidir, göstəriş verməlidir. Yönləndirici suallarla onu yönləndirməlidir. Birbaşa verməli deyil, məsələn, sualın cavabını deməli deyil. Aha, yaxşı. Müəllimin bu müdaxilə etməsi nə səbəbdən, yəni bax sualımı sona qədər dinləyin. Müəllimin belə müdaxilə etməsi nə səbəbdən baş verir? Sona qədər dinləyin. Nə səbəbdən baş verir? Biz planlaşdırmada adətən birinci nə qeyd edirdik ki, biz əsasən onu reallaşdırmalıydıq? Bəli, buyurun Könül müəllimə. Yəqin ki, təlim nəticəsini əvvəlcədən şagirdlə paylaşmalıdır da. Bəli, paylaşılmalıdır. Fəaliyyətini düzgün qurmalıdır ki, o yaşanmasın, o hadisələr də baş verməsin. Aha, yaxşı. İndi siz mənim bu sualıma cavab verin Könül müəllimə. İndi müəllimin məqamında düzgün müdaxilə etməsinin bəs məqsədi nədir? O bir dənə belə bir sual var idi. Yəni testdə belə bir sual çıxmışdı qarşıma, sualın cavabı kim verəmək onu. Şagird qrup üstündə sakit durmurdu, yəni səs-küy salırdı. Belə bir şey baş vermişdi. Müəllim yaxınlaşır, qaydaları xatırladır da ona, hə? Hə. Amma indi mən sizə bir şey deyirəm. Müəllim məsələn görür ki, şagird məsələn mətn üzrə araşdırma aparırlar və şagird görür ki, sözü
sözün üzərində düşünür falan. Yəni müəllim yaxınlaşır ona, mənbə göstərir. Deyir ki, bax izahlı lüğətdən get araşdır, onun mənası orada düzgün yazılmışdı. Özü cavabı demir də ona. Onu araşdırmağa sövq eləyir. Hə. Bütün biz əgər dərs mühitindən söhbət gedirsə, müəllimin planlaşdırdığı dərsdən söhbət gedir. Və bütün bunlar hamısı müəllimin uşaqlarla birlikdə gördüyü bu fəaliyyətlər nəyə xidmət eləyir əsasən? Planı yada Dərsin sal. təlim nəticəsini reallaşdırmaq. Bəli, dərsin təlim nəticəsinin reallaşdırılmasına xidmət edir. Yaxşı, Könül müəllim, xüsusən siz cavab verin, çünki sizə düşür. Bu belə deyək də, məqamında uşağa düzgün müdaxilə etməyi biz pedaqoji prosesin tələblərinə hansına aid etdik? Məqam Nə? yadından çıxdı. Yadınızda? Səmərəlilik də var. Fəaliyyətini izləmək odur. Bəli. Hansı idi o? Yadından çıxdı. Fəaliyyətini izləyirdi. Fəaliyyətin nəyi? İzləmək. Fəaliyyətin stimullaşdırılması. Bəli, fəaliyyətin stimullaşdırılması. Yaxşı, müəllimlər, siz mənə deyin görüm, fasilitator müəllimin əsas rolu nədir? Nədən ibarətdir? Hansı işləri görür fasilitator müəllim bir sinifdə? Nə etməlidir ki, fasilitator müəllimin roludur da, yəni bunlar o müəllimin vəzifəsidir, bunu etməlidir. 3 dənə rolu var idi fasilitator müəllimin. Hansıları idi? Hə, buyurun Aytacı müəllimə. Deməli, birinci bələdçi müəllim rolu vardı, sonra məlumatla təmin edən, bir də tədqiqatçı müəllim. Yaxşı, tədqiqatçı müəllimin rolu nədən ibarət idi? Nə etməli idi? Burada müəllimin üzərinə düşən vəzifə nədir? Burada daim şagirdlər tədqiq etməlidir də, yəni onları izləməlidir, onları tanımağa çalışmalıdır. Çünki hər bir psixologiyada da, hər bir ailədən, bir mühitdən gəlir. Ona görə də yəni onların düşüncələri də fərqli olmalıdır. Onları qıraqdan izləməlidir, özlərinə görə qiymətləndirməlidir. Aha. Yaxşı, bəs məlumatla təmin edən nədir müəllimdə? Yəni bu xüsusiyyət nədir müəllimdəki? Məsəl üçün də yəni öz fənnidir, tutaq ki, Azərbaycan dil fənnidir. O fənninə görə müasir texnologiyalarda yəni bilməlidir öz fənninə uyğun və şagirdləri də yeni texnologiyalarla təmin etməlidir, onlara məlumat verməlidir. Hə. Yəni məsələn Azərbaycan dilinin 6-cı sinifdə dərslik dəyişilib, hə? Dərslik dəyişilibsə, o dərsliyə yeni bir mətnlər salınıb. Müəllim axşam, məsələn deyək ki, planlaşdırma aparır. Planlaşdırma aparan zaman, məsələn hər hansı bir mətn görür, mətndə qısa məlumat verilir də. Təbii ki, bir dərsdə uşaqların həll eləyə biləcəyi bir problemlə bağlı suallar və müəllim əlavə də olaraq gedib o mövzunu araşdıra bilər. Və araşdırıb elə resurslar da gətirib uşaqlara təqdim eləyə bilər. Mövzu ilə bağlı uşaqlara deyə bilər ki, siz araşdırma aparın. Yəni müəllim birbaşa olaraq uşaqlara cavab vermir, birbaşa olaraq məlumatı hazır şəkildə onların önünə gətirmir. Uşaqlara mənbələri verir və deyir ki, siz bu üzrə araşdırma aparın. Və bu ola bilər ki, uşaqlar elektron lövhədən də istifadə edə bilərlər, kompüter texnologiyalarından da istifadə edə bilərlər və s. Müasir öyrənilən bilikləri, yəni dövr üçün lazım olan bilikləri öyrənmək öz fəaliyyətində eyni zamanda şagirdlərlə bu məlumatları şagirdlərə ötürməkdir. Yaxşı müəllimə, bəs bələdçi müəllim rolu nə deməkdir? Nə anlama gəlir bu? Burada da məsələn kənardan izləyir, onların deməli potensialını müəyyənləşdirir də. Məsələn bəzi şagirdlər var ki, onların dərs oxumağı zəifdir, başqa bir sahədə, məsələn rəsm sahəsində istedadları daha yüksəkdir. Onları məsələn rəsm kursuna falan belə yönləndirə bilər. Eyni zamanda yalnız məktəb daxilində deyil, məktəbdən kənarda da yəni bu fəaliyyəti icra edə bilər. Yəni, məktəbdən kənarda da məsələn ola bilər ki, şagirdlərin tənəffüs zamanında davranışlarını müşahidə eləyə bilər. Ola bilər ki, qohumdur, qonşudur, məsələn kənardan baxıb müşahidə eləyə bilər. Bəli, bələdçi müəllim eyni zamanda bax məsələn inşa yazdıraraq da siz uşaqlarınızı müşahidə eləyə bilərsiniz. Müəllimlər diaqnostik qiymətləndirmə apararaq da müşahidə eləyə bilərsiniz. Yəni bu müşahidənin sərhədi yoxdur. Gülşən müəllimə, səsiniz çıxmır. Siz mənə deyin görün, bu fasilitator kimdir? Bəli, müəllim. Fasilitator kimdir?
Müəllimdir. Müəllim. Bələdçi şəxs. Bələdçi kimdir bəs? Sizə görə bələdçi Sinifdə kimdir? bələdçi. Hə. Müəllim. Müəllimdir. Yaxşı, bəs müəllimin funksiyası nədən ibarətdir? Müəllimə? Müəllim funksiyası odur ki, tədqiqatçı rolunu oynaya bilər. Daha sonra bələdçi rolunu oynaya bilər. Məlumatlandırmaq funksiyasını yerinə yetirir şagirdlərin. Daha sonra. Bəli. Sonra? Daha sonra şagirdləri təfəkkürünü inkişaf elətdirir, onları belə deyək ki, hər cür mənfi hallardan qoruyur. Elə bil ki, müəllim doğrudan da şagirdin məktəbdəki anasıdır. O şəkildə etməlidir bunu. Yaxşı, anası və atasıdır, yəni kişi müəllimlərdə. Hə, yaxşı, siz mənə deyin görün müəllimlər, deyin görün, fasilitator olmaq üçün müəllim hansı fəaliyyətləri icra etməlidir? Bax, müəllim nə etməlidir ki, fasilitator olsun? Demirəm, fasilitator müəllimi özündə formalaşdıracağı bacarıqlar. Müəllim hansı addım atdıqda, yəni bu fasilitator müəllim olur da. Yəni biz onda bilirik ki, hə, bu müəllim fasilitatordur artıq. Dərsini idarə edə bilər, uşaqları idarə edə bilər. Nə edəcəyini bilir. Şagirdləri cəlb etmək falan olar deyirsiniz. Bəli, əvvəldən başlayaq. Təsdiqatı cəlb edir deməli. Bəli. Təlim təhsildir. Şagirdlərin sonra şagirdlərin maraqlarını, məqsədlərini nəzərə almalıdır. Daha sonra onları yəni prosesə cəlb etməlidir. Bir də sinif otağından kənara çıx, belə bir şey də vardır. Aha. Yaxşı, siz mənə deyin görün bu sinif otağına kənara çıxının mahiyyəti nədən ibarət idi? Nə deməkdir? Buyurun, Aytaç müəllim. Yəni burada öyrəndiklərini yalnız məsəl üçün də bəzi uşaqlar var ki, oxuyurlar ki, ancaq universitetə qəbul olsun. Yəni ona görə oxuyurlar. Amma yəni bu düzgün bir yanaşma deyil də. Məsəl üçün o bilikləri istifadə etməlidir ki, gələcəkdə məsəl üçün həyatda başqa bir şey üçün də lazım ola bilər, başqa bir şey üçün də istifadə edə bilər. Mən belə başa düşmüşəm. Deməli sinif otağından kənara çıxmalıdır. Bu nə deməkdir? Digər müəllimlər, cavablarınızı dinləyirik, gözləyirik. Öyrəndiklərinin həyatla əlaqələndirməlidir də. Yəni öyrəndiyi şey təkcə sinifdə qalmalı deyil. Uşaq onu, şagird onu həyatda da tətbiq eləməlidir. Mən belə başa düşürəm. Bax, məsələn, sinifdə fizika dərsində uşaq cəryanı qoşur. Məsələn, müəyyən orada ardıcıllıq vardı, indi mən bilmirəm. Cəryanı qoşur, işıq yandırır. Xırda bir belə deyək ki, proseduru görür də. Deməli, bunu öyrənir uşaq. Bunu gəlib evdə də icra eləyirsə, artıq sinif fəaliyyətindən, sinif otağından kənara çıxdı uşaq. Belə deyək də, müəllim özü onu kənara çıxartmış oldu. Və yaxud da uşaq müəllimin tapşırığı ilə bunu hardasa icra elədi. Bununla bağlı belə deyək ki, müəllim ekskursiya təşkil elədi. Kənarda müəyyən layihələr təşkil eləyə bilər. Məsələn, layihələrə qoşula bilərlər uşaqlar. Sonra müxtəlif, yəni situasiyalar ola bilər ki, onu məsələn kənarda tətbiq eləyə bilərlər. Yəni o işi təkcə sinifdə yox, bunu kənarda da icra edə bilərlər. Ekskursiyaya gedirlər botanika bağına. Botanika bağında bitkiləri məsələn o tozlanma vaxtı olur. Gedirlər uşağa, müəllim deyir ki, bax bunu müşahidə eləyin, bax tozlanma necə gedir. Müəllim bunu sinifdə gülün çiçəyin üzərində yox, uşaqları ekskursiya apardı və bunu canlı şəkildə təbiət mühitində göstərməyə çalışdı və yaxud da meşəyə apardı. Həyatla əlaqələndirir. Bəli, həyatla əlaqələndirir. Real həyatda. Və uşaqlar da bunun nəticəsində öyrəndiklərini real həyata inteqrasiya etməyi öyrənirlər. Yaxşı, şagirdləri cəlb etmək nə deməkdir? Yəni burada nə nəzərdə tutur bunu deyəndə? Yəqin ki, motivasiyanı yaxşı qurmalıdır ki, şagird diqqətini dərsə yönəltsin. Mən belə başa düşürəm. Onların təlim fəaliyyətinə maraq oyatmaqdır da. Yəni məsəl üçün onlarla söhbət edir ki, siz qrupla işləməyi daha çox sevirsiniz, yoxsa fərdi şəkildə işləməyi? Öyrənir, sonra da prosesi o şəkildə qurur ki, yəni şagirdlər üçün yəni yaxşı olsun da, onların maraqlarını cəlb edə bilsin, bezdiyici olmasın. Yaxşı, bəs müəllimə,
Deməli, şagirdi dərsə cəlb etməkdən ötəri birinci nə olmalı idi? Müəllim nə etməli idi ondan əvvəl? İkinciyə baxın, şagirdin məqsəd və maraqları ilə tanış olmalı idi. Görürsüz, ona görə deyirəm ki, bunları ardıcıl yadda saxlayın. Birinci müəllim təlim nəticələrini əvvəlcədən şagirdə elan etməlidir. Sonra, yəni bu xüsusiyyət müəllimdə olmalı da, müəllimə. Bu xüsusiyyət müəllimdə olmalıdır. Sonra şagirdin məqsəd maraqları ilə tanış olmalıdır. Diaqnostik qiymətləndirmə də aparıla bilər. Başqa hansı yollarla biz şagirdlərin məqsəd maraqları ilə tanış ola bilərik? Buyurun, Aytaç müəllimə. Başqa hansı Yəni bu yollar? fəaliyyətlər, məsəl üçün oyunlar falan keçirdi. Onlar üçün daha maraqlıdır, belə öyrənə bilərik. Sonra? Anket sorğulardan da istifadə edirik, daha Bəli. sonra söhbət eləməklə. Söhbət eləməklə, bəli, onların maraq dairəsini müəyyənləşdirə bilərsiniz. Şagirdi artıq onların maraq dairəsini müəyyən etdikdən sonra artıq şagirdlərinizi dərsə cəlb edə bilərsiniz, rahatlıqla motivasiya yarada bilərsiniz. Belə müəllimlər kifayətdir. Sorğu-sualımız keçək mövzunun izahına.